Salam, hər vaxtınız xeyir olsun əziz izləyicilərim. Kanalıma və mətbəximə xoş gəlmisiniz. Bugün göy pomidorla çox ləzzətli və xırçıltılı qarışıq turşunun hazırlanmasını sizlərlə paylaşıram. Keçirəm hazırlamağa. Əvvəlcə lazım olan ərzaqları təmizləyib yaxşı yumuşam. Göy pomidorları bu qaydada doğrayıram. Doğradığım pomidorları böyük bir ləyənə əlavə edirəm. Sonra biberləri də bu şəkildə doğrayıram. Doğradığım biberləri də ləyənə əlavə edirəm. Sonra kələmi bu cür bölüb ortasındakı bərk hissəni kəsib götürürəm. Və çox xırda olmayacaq şəkildə doğrayıram. Videonu izləyən dəyərli izləyicilərim, sizlərdən isə xahişim kanala abunə olub bildiriş zəngini aktiv edərək, bəyənib yaxınlarınızla paylaşaraq mənə dəstək olasınız. Zəhmətə dəyər verən, dəstək olan bütün izləyicilərimə minnətdarlığımı bildirirəm. Doğradığım kələmləri də ləyənə əlavə edirəm. Kökləri də bu cür uzunsov şəkildə doğrayıram. Doğradığım kökləri də ləyənə əlavə edirəm. Sonra bir dəstə şüyüd, bir dəstə cəfəri və bir dəstə kərəvüzü də çox xırda olmayacaq şəkildə doğrayıram. Göyərtiləri də ləyənə əlavə edirəm. Ən sonda isə sarımsaqları da bu cür xırda doğrayıram. Onu deyim ki, çox xırda doğramıram, yəni gördüyünüz şəkildə və onları da ləyənə əlavə edirəm. Sonra üzərinə 2 dolu xörək qaşığı duz əlavə edirəm. Yaxşıca qarışdırıb 3-4 saat gözlədirəm ki, tərəvəzlərin suyu çıxsın. Mən bu turşu üçün 1 kiloqram kələm, 2 kiloqram pomidor, 500 qram biber, 500 qram kök, 2 baş sarımsaq, 1 dəstə cəfəri, 1 dəstə şüyüd və 1 dəstə kərəvüzdən istifadə etdim. Artıq 4 saat keçdi. Tərəvəzlərin suyu da yetəri qədər çıxıb. Əvvəlcədən təmiz yuduğum 3 litrlik bankalara 2-3 ədəd dəfnə yarpağı əlavə etdikdən sonra tərəvəzləri bankalara doldururam. Onu da deyim ki, bankaları steril etməyə ehtiyac yoxdur. Hər bankaya 1 dolu xörək qaşığı duz əlavə edirəm. Əvvəlcədən də tərəvəzlərin üzərinə duz əlavə etdiyim üçün 1 xörək qaşığı kifayətdir. Sonra ləyəndəki suyu da 2 banka arasında bölüşdürürəm. Hər bankaya yarım stəkan üzüm sirkəsi əlavə edirəm. Sonra üzərlərinə çıxacaq qədər soyuq su əlavə edirəm.
Qapaqlarını bağladıqdan sonra bu cür yaxşı-yaxşı çalxalayıram ki, içərisindəki sirkə, duz, su hamısı bir-birinə yaxşı-yaxşı qarışsın. Turşu bir həftə, uzağı 10 gün müddətinə hazır olur. Açıb istifadə etmədən bu şəkildə qışa qədər saxlamaq olur. Allah hər kəsə bol ruzi bərəkət nəsib etsin. Sizlər də hazırlayın, nuş edin, göz haqqınızı halal edin. Videomu bəyənməyi və fikirlərinizi rəylərdə mənimlə bölüşməyi unutmayın. Sağ olun, sağlıqla qalın.